Əziz dostlar, bu videonu bəyənib paylaşmağı, alta girin, şərh yazın, fikirlərinizi bölüşün, suallarınızı verin. Mən də onunla bağlı sizin suallarınızı cavablandırım. Yəni sual falan heç nə yazmayanda, ən azından bir smailik də olsa qoyanda, mən bilirəm ki, videoya baxıldı, videoya ən azından baxan kimsə şərh yazdı. Elə adamlar var ki, deyirlər ki, videonuzun hamısına baxıram, amma baxanda ən azından bir dənə şərh yazın ki, mən də bilim ki, siz bu videoya necə baxırsınız? Ya müsbət mi baxırsınız, mənfi mi baxırsınız? Bu bizim sezonun ilk vlogudur, ilk yol vlogudur. Sezon dediyim, yəni ki, bu sezon dediyim nədir, onu da izah edeyim. Bildiyiniz kimi artıq sezonluq bikerlər var. Bir də var ki, 4 fəsil bikerlər. Yəni bu 4 fəsil geyim kimi bir şeydir. Yəni 4 fəsil bikerlər hər fəsildə, yağışda, qarda, soyuqda, hər fəsildə bike sürmək üçün can atanlar və yaxud da ki, işi gərəyi bike sürənlərdir. Mən də bu işi gərəyi bike sürənlərdən biri olduğuma görə mən ona görə bu sezonda motosiklet sürməyi necə olmalıdır və s. bu ilə bağlı videolar hazırlayıram. Bu birinci. İkinci məsələ də ki, bir dəqiqə yol verək. İkinci məsələ də odur ki, yəni yolumuzu gedirik və həmçində sizinlə söhbət edirik. Bir də maarifləndirici, ağlıma gələn, hansı ki, yeni başlayanlar üçün lazımı ola biləcəyi mövzulara toxunuruq. Bu da təbii ki, çox adam üçün lazımdır. Ona görə təhlükəsiz sürüş üçün bu videonu izləyib, bəyənib paylaşa bilərsiniz. Dostunuzu atın da, yeni başlayan birini atın ki, bir nəfər var, belə bir video çəkib, bir bax gör, lazım ola bilər. Yəni bu videonun içərisində dediyim şeylər real həyatda başınıza gələ biləcək hadisələrdən bəzilərindən sizi xilas edə bilər. Ona görə müsbət yanaşın bu videolara və baxın. Salamlar, hər vaxtınız xeyirli olsun. Sezonun beləliklə ilk yol vlogu ilə, yağışlı vlogu ilə hər kəsi salamlayıram. Ehtiyatlı olun, əvvəlcə təhlükəsizlik alətlərinə, avadanlıqlarına istifadə edin. Dəbilqədir, geyimdir, yağışa qarşıdır, təkərlərinizi yoxlatdırın. Bu yağış sezonunun ilk vlogudur, ilk videosudur, yəni iş videosudur, işə getmək videosudur. Tıxacıları da özünüz görürsünüz, bu tıxacılar bizi heç də qıdmır, bizim için marağı da yoxdur, amma yenə də diqqətli olun. Əzizlərim, deməli nədir məsələ? İlk olaraq dediyim kimi təhlükəsizlik qaydalarına əməl eləyin. İndi biz gedəcəyik benzin vurmağa. Onsuz da bikerlərin də sayı azalıb. Bu dəqiqə ölkədə barmaqla sayılacaqdan biraz çox biker motosiklet sürür. 95 polnu bak kardeş. 95 polnu bak. Kart. Kart. Davam ki benzinimiz fulladıq. Və belə əziz dostlarım, demək istədiyim nə idi? Demək istədiyim odur ki, qoyun buradan bir dənə sol eləyək, sonra bir dənə sağ eləyək, buradan rahat gələk, burada dayanaq. Artıq sezon yekunlaşdı, yəni ki, isti havalar bitdi. Sezonluq bikerlərin də sezonu bitdi. Artıq yolda ekstrem, həyatda survival bikerləri öz həyatını davam elətdirəcək. Deməli, əziz dostlar, deməli, sezonluq bikerlərin sezonu bitdi. Artıq bir sözlə ekstrem, survival, həyatda sağ qalmağa çalışan bikerlərin sezonu açıq olunur, açıq elan olunur və hamısına da uğurlar arzu edirik. Təkərüz yerə bərk bassın, diqqətli olun. Heç vaxt bildiyiniz kimi yağışlı havalarda sürətimizi çalışırıq ki, aşağı tutaq. Əvvəlki tormuz məsafəmiz yoxdur, əvvəlki sürətimiz yoxdur, ümumiyyətlə əvvəlki yayda olan heç nəyimiz yoxdur. Ona görə fikirləşin ki, həm tormuz məsafəmizi biraz artırmalıyıq, maşınlarla aramızı diqqətli təyin eləməliyik, ümumiyyətlə qaydalara əməl eləməliyik deyək də, yəni belə. Amma dayanan vaxtı da indi daha gəlib aradan keçmək bu məcburdur da. Keçən səfər mən videoda da dedim ki, az qalmışdı, maşın xoçumba eləyirdi, iki maşının arxasında qalmayın heç vaxt. Yəni həmişə özünüzə çıxış nöqtəsi tapın.
Və gördüyünüz kimi Bakıda ağır tıxaclar başlayıb. Bundan xilas olmağın dünyada tək yolu ictimai nəqliyyat və yaxud da ki, alternativ nəqliyyat vasitələridir, iki təkərli. Skuter ola bilər, velosiped ola bilər, motosiklet ola bilər. Bunların ən konforu hansıdır desək, ən təhlükəsizləri, ümumiyyətlə hansı ən yaxşıdır? Mən araşdırmalarıma görə keçən səfər bildiyiniz kimi bir video çəkmişdim. Əgər öz şəxsi skuterunuz varsa, öz şəxsi skuterunuz ən yaxşısıdır. Bu okeydir. Çünki motosikletin qiyməti var, motosikletin xərci var, motosikletin benzini var, yanacağı, yəni motosikletin nə bilim xeyli yəni bir sözlə şeyləri var, amma skuterda bunlar yoxdur o qədər də. Yəni var yenə də hər şeyin xərci olduğu kimi skuterun da xərci var, amma bir motosiklet qədər deyil. Ona görə skuter təhlükəsizdirmi? Yox, yağışlı havada daha risklidir. Motosikletdən daha riskli olduğunu düşünürəm, təkəri incədir. Amma getmək olmazmı? Getmək olar, niyə də olmur? Yəni ki, mən bu dəqiqə görürəm ki, günün tendensiyası skuterlardır. Öz şəxsi skuterun ondan sonra ən yaxşısı odur. Motosiklet sürə bilməzsizmi? Niyə sürmürsünüz? Qarda da motosiklet sürmək olar, yağışda da sürmək olar. Amma qarda sürməyi, buzda ümumiyyətlə sürməyi tövsiyə eləmirəm. Tövsiyə eləmirəm yox, hətta yəni sürməyin. Amma belə normal havalarda, məsələn, yağışlı havada niyə də sürməyəsiniz ki? Sadəcə sürəti az tutun. Döngələrdə heç vaxt ani sürəti dəyişiklikləri eləməyin. Ən vacib şərtlərdən biridir. Çünki ən çox olunan səhvlər birisi nədir? Dönən vaxtı biraz qazı çox verir. Təkər eşdirir. Hətta traction control olmayan bayklar bu daha çox baş verir. Təkər eşdirir və motosikleti istər-istəməz çevirir, atır yerə. Ona görə traction control oldu, olmadı. Əsas odur ki, siz, mən həmişə deyirəm, çalışmalısınız ki, ABS və traction control işləməyəcək. Yəni, o sizin səhvinizi görüb, səhvini düzəltməyəcək səviyyədə tormuz və yaxud da ki, belə deyim, sürətlənmə eləyəsiniz. Yəni, traction control işə düşməməyi üçün çalışmalısınız bir sözlə. Hop, bir dənə belə. Gəlib burada dayanacaq. Yəni, traction control işə salmamağa çalışın. Əsas vacib məsələlərdən biri budur. Həmişə ehtiyatınızı götürün. Tövsiyə olunan da budur. Bike, motosiklet bu dəqiqə ən yaxşı ictimai nəqliyyatdır. İctimaiyyətin istifadə etdiyi nəqliyyat növüdür. Yəni ki, ən rahatı deyək də. Yəni, okey, təhlükəsi varmı? Var. Amma gedilməyəcək səviyyədədirmi? Yox. Çox yaxşıdır. Dönən vaxtları döngəyə gəldiniz. Mən həmişə tövsiyə eləyirəm. Stabil qazı tutdunuz. Yəni qazı nə artırırsınız, nə azaldırsınız. Bir dənə qaz sürəti tutursunuz, bir dənə sürət tutdunuz. O sürəti stabil saxlayaraq, dəyişkən eləmədən stabil saxlayaraq muftanı basırsınız. Yəni ki, muftanı basandan sonra gözlürsünüz ki, motosiklet həmin döngəyə girsin. Girib bitirdikdən sonra muftadan əl özü çəkdiyiniz təqdirdə qazı basırsınız. Sürəti qorumaq şərti ilə ani sürətlənmə, ani tormuzlanma eləməyin. Yəni belə qazı belə, tormuzu belə verməyin. Və bir an buradan divijen eləyək. Və görürsünüz məsələ, skuter dedi, ictimai nəqliyyat ən yaxşı qardaş deyə gedir. Yəni, baxın, görsək, tıxaca da düşməyir, rahat şəkildə düşməyir, rahat şəkildə irəliləyir. Hətta belə pis çıxmasın, motosikletdən də rahat irəliləyir. Niyə görə? Çünki o iki təkər çox incə təkərlərdir, istədiyi aralığa da rahat şəkildə girə bilir. Bizdə indi biraz motosikletin qabariti də var da, biraz mühərrik saat kökdür da indi. Orada bir dənə mani ola biləcək şey sizin kök olmağınızdır. Kök olmasaz, normal şəkildə davam eləyə bilərsiniz. Və mən inanın mənə, bu dəqiqə indi bura gəlib çatdım da, mən əminəm ki, hələ də o asan xidməti məni ilə ilk çıxan maşın Midadan, hələ də asan xidmətin yanından bəlkə də hindilər də çıxır. Yəni, bu zamana qənaətdir. Həyatda həmişə dediyimiz kimi ən dəyərli şey zamandır və zamana qənaət üçün ən yaxşı yollardan biri budur. Ələ böyle bu, elə. Baba, mən indi dönəcəm. Baxın, gör necə idarə eləyəcəm muftan. Bax, döngə gəldim. Muftan basıram, motosikleti çox əymirəm. Motosiklet girdi, sonra qazı açıram. Motosiklet girəndən sonra döngəyə qazı açıram yavaş-yavaş. Bildiyiniz kimi bu yolu zadı Formula 1-ə yazada görə bağlayıblar. Ona görə alternativ yollarına hərəkət edirəm.
Bu arada motosiklet sürəndən sonra insanlarda bir mazoxisti yaranır. Məndə yaranır daha doğrusu. Yağışdan zövq alma mazoxisti. Yağış mənə zövq verir. Söhbət İstanbul'a, amma olsa ki mənə bu dəqiqə yağış təsir eləmir əzizlərim. Dediyim kimi motosiklet geyimlərinin məqsədi odur ki, yağışdan, qardan, soyuq hava şəraitlərindən qorusun. Hamı elə bilir ki, motosiklet varsa fisoda pingvin kimi donub öləcək. Yox, elə deyil. Motosikletin geyimlərinin əsas məqsədi odur ki, elə soyuqdan qorusun. Yəni biz də maksimum səviyyədə soyuqdan qorunuruq. Yəni ona görə heç bu şeylərdə fikirləşməyin belə ki, yəni ay motosiklet aldı, sürdü, dondu, öldü, elə şey olmur. Mən bu arada buradan getməyəcəm çünki oranın Formula 1-ə görə bağlayıblar qabaq yolu mən bilən. Yəni ki, ona görə alternativ yollardan istifadə etmək daha məsləhətli bir addımdır. Nətərsən qardaşlar? Allah köməkləri olsun bütün kuryer qardaşlarımızın. Yağışda, indi mən yağışda gedirəm, işimə çatıram, orada stop edirəm. Uzağı arada bir rayonlara gedirəm yağışda falan. Amma bir də fikirləşirəm ki, bütün günü soyuqda yollarına davam eləyirlər. Yəni ki, onlar üçün daha çətindir də, daha ekstremdir. Hər dəqiqə sifariş gəlir, götürüb gedirlər, sifariş gəlir, götürüb gedirlər. Bax, burada da məsələn muftanı bastım, bax. Gözləyirəm ki, motosikletə güc vermədən özü girsin. Arada qabaq əyləci, yavaşca, yəni kilitləmədən onu ilə sürətimi azaldıram. Arxa tormuzu riski basmayın, qabaq tormuzu riski basmayın. Bunları mən deməkdən yorulmayayım da, yəni bilirsiniz onsuz da. Bunu artıq 3 milyon dəfədir hər videoda mən deyirəm ki, ani kilitlənmə, ani sürətlənmə, ani tormuzlanma, heç birini eləməyin, yəni. Yəni, siz qaçırsınız, belə bir məntiq var ki, siz qaçırsınız sürətlə, qaça-qaça gedəndə birdən kimsə sizi qolunuzdan tutur, saxlayır. Necə olarsınız? Fikirləşin, yəni, ayaqlar qalxır göyə. Elə lovyalıqdan da gedib girirsiz lovyalığa. Bax, eyni şeydir, yəni, motosikletlə gedəndə ani şəkildə tormuzu basmağına heç bir dəyişkənliyi yoxdur. Yəni, o da eyni şeydir. Ona görə motosikletlə gedəndə ani tormuz verməyin, ani, nə bilim, qaz verməyin. Hamısı eyni şeydir. Yəni, məktəb vaxtı yəqin ki, ən azından kiməsə bir dəfə patkat atmışsınız da, gedəndə ayağının arxasına vursan, bir lalan, gedir, girir lovyalığa. Eyni şeyi yəqin eləmişsiniz. Bax, burada da elə eyni şeydir, yəni, məntiq eynidir. Ona görə ehtiyatlı olun. Ani sürətlənmə eləməyin. Yəni, bilirsiniz də arada, məsələn, yol qurudur, okey, quru olmağına baxmayaraq sizin təkəriniz yaş ola bilər, sizin təkəriniz hələ soyuqdur. Yəni, yolun quruluğuna da fikir verməyin, çünki təkərinizin vəziyyətini görə bilmirsiniz, bu dəqiqə yaş yerdən çıxmısınız. Bir də həmişə ehtiyatlı olun yolda. Qardaş, mən belə gedirəm, ay veys. Bilirəm, ora tıxacdır, amma bizə də tıxac çox işləmədiyinə görə tıxac bizi çox da şey eləmir. Görürsünüz, deyirəm, alternativ bu dəqiqə ən çox istifadə olunan nəqliyyat vasitəsi skuterdir və əmin olun ki, 1-2 ay sonra ümumiyyətlə skutera tam çevriləcək, ya motosikletə çevriləcək. Aldığım statistikaya görə bu il Türkiyədə neçə milyon dedi, ay Allah, 8 milyon, 9 milyon Azərbaycan əhalisinə yaxın alınıb, motosiklet və moped alınıb. Yəni, bu böyük bir rəqəmdir. Bu, əslində, məcburi seçimdir, başa düşürsünüz. Yəni, bu gün Azərbaycandakı motosiklet sürücülərinin hələ ki, sadəcə 2 seçimi var. Ya zövq üçün, ya da iş üçün. Amma birazdan artıq məcburi seçimə çevriləcək. Çünki sən saat 6-da çıxırsan, tıxaca düşürsən. 7-də çıxırsan, tıxaca düşürsən. Çünki səni kimi düşünən artıq əvvəl 10 nəfər idi, indi 100 nəfər, 200 nəfərdir. Yəni, ona görə neynəsən də tıxaca düşürsən. Bu da nədir? Bizə nə verir? 5 nə? Qardaş, hara getsən? Sarıdır. Ay, əmoğlu. Haraya gedirsən? Bir dala görə. Görürsünüz, hələ ki, çıxdığım vaxtdan gəlib işə çatmağıma az qalıb artıq. Az qalmır, 19 dəqiqə göstərir, amma bu tıxaclara görə o qədər göstərir. Amma yəni, çox da elə dəhşət də az qalmayıb, yəni, amma gedirik də ən azından, dayanmamışıq. Yəni, məsələ odur ki, hələ mən dayanmamışam. Yəni, nə mənə də tıxaca düşüb belə oturub, ay, çənəmin altına əlimi qoyum ki, ay Allah, nə olacaq bu tıxacın axırı, elə bir vəziyyətə düşməmişəm. Bunun özü də böyük bir üstünlükdür. Yenə ictimai alternativ nəqliyyat vasitəsi skuter. Gəlin, ya skutera keçin, ya motosikletə keçin. Qardaş protiv girmək istəyirdi. Protiv dönmək istəyirdi. Yaxşı qurtuldu. Polis də gördü özdə, laf Yusuf o şey deyir, Yusuf oldu. Ola bilər, orada saxlamaq da istəyə bilər. Yenə də polis vardı, amma cərimədə də durub protiv yolda saxlamaq.
Ha, buradan dönməliydin qardaş. Sənin Veyzat yəqin Allah'da Fieri Floviyalıqdan döndürəcəkdi. Şaqqalayacaqdı da səni. Buradan biz sola çıxmalıyıq, sola qatlamalıyıq. Qatlayaqdan nə olacaq? Prosta getmirlər də. Bax qardaş, qabağım boşdur da. Qabağım boşdur. Bas getsin də nə olar? Bas getsin, arxadakı da gəlsin, keçsin də nə olar? 5 nəfər artıq keçəndə nə olur? Hələ hər dəfə bir nəfər belə 1 saniyə ləngilərinə görə hara vurub çıxır? Söhbət sürət həddini aşmaqdan getmir. Orada olsa sürət həddini aşmırsan, amma sürətdən də az getmək məntiqsizdir də. Yəni maşınsan da. Yəni mən motosiklet olaraq səndən sürətli gedirəmsə, sən məndən biraz şey eləməlisən də, diribaş olmalısan. Yəni söhbət mən sənin sürətli getməyin mənasında deyil. Yəni mən yağışda belə səndən sürətli gedirəmsə, keç görək. Həmişə bir maşın dayanırsa diqqətli olun. Demək ki, başqa bir şey də ola bilər. Mən onu gördüm ki, o maşın dayanıb, demək ki, orada nəsə bir nidarizmeniya var. Ona görə belə şeylərdə də ehtiyatlı olmaq lazımdır. Ən çox olunan qəza odur, yəni. Bax, məsələn, bir görürəm ki, taksi oradan dönür. Bax, bir dənə ağzı ayrıq, məsələn, biker gəlsə, girəcək onu. Amma mən görürəm ki, oradan maşın gəlir, məsələn, özümü toxtuyuram o şeydə, nənəm demiş. Yəni, artıq dönəndə də bilirəm ki, nətər dönüm. Bu arada, bu videolara baxırsınızmı ümumiyyətlə? Mənim üçün maraqlıdır həqiqətən. Yəni, videolar maraqlı gəlirmi sizə? Həmişə şeydə dayananda belə bilirəm ki, məsələn, qanuni də dayanmağım piyada keçidində. Amma mütləq güzgü kontrolu eləyirəm. Çünki arxadan gələni üçün telefona baxıb gələ bilər, fikirli ola bilər. Yəni o məni vurub saxlamasın da, başa düşürsünüz? Yəni normal qayda ilə saxlasın. Ona görə həmişə mütləq arxanı kontrol eləyin. Əlinizlə hətta bacarırsınızsa ki, bacarmırsınızsa bunu eləməyə məcburiyyətində də deyilsiniz. Bacarırsa əlinizlə arxaya işarə eləyin ki, yəni ki, yavaş dayan. İstərseniz əl hərəkəti olanda belə o fikri yayınan sürücünün də, telefona baxan sürücünün də biraz diqqətini çəkmiş olursunuz. Elə də ən azından alternativ bir çıxış yoludur da, yəni. Belə. Məncə videonu burada sonlandıraq. Videonu bəyənib paylaşmağı, şərh yazmağı, fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Çünki sizin fikirləriniz doğrultusunda mən videoları çəkirəm. Bu videolar təlim niyyətinə olan videolardır. Yəni təlim deməyək də ən azından gündəlik başımıza gələcək hadisələrdir. Mən xoşlanmıram belə gedim kiminəsə yalandan düzmə qoşma video çəkeyim və yaxud da nə bilim yalandan şüvənli eləyim, video çəkeyim, nə bilim şey eləyim. Təsadüfi olur, hə, okey, mənim də başıma gəlir. İnsan bəzi hallarda çox aqressiv olur, amma bunu çalışıram ki, çox yansıtmayayım da. Ona görə belə mövzularda çəkilişlərimiz davamlı olacaq. Videonu bir daha bəyənib paylaşmağı, şərh yazmağı unutmayın. Ona görə fikirləriniz mənim üçün çox önəmlidir. Nə olur olsun, bu enerjidən heç vaxt düşməyin uşaqlar. Motosiklet gözəl nəqliyyat vasitəsidir. Ne var o? Bildiğin yolu bağlayıp Allah hakkı. Bura dönebilir. Bura dönebilmez aslında ama.
Dönərmi? Niyə dönmür?